Mitsubishi L200 pikapların şahıdır. Sonuncu pikapla olan videoya belə bir komment gəlmişdi ki, Mitsubishi pikapların şahıdır. Mənim sualım belədir ki, bu şah anlayışını, bu modelin koronasiyasını bunu kim eləyib? Biz bir modelin şah olmasını hansı meyarlarla ölçürük? Satış rəqəmləri ilənmi, avtomobilin digər göstəriciləri ilənmi, yoxsa nə ilə? Əgər dünyada Mitsubishinin satış rəqəmlərinə baxsaq, Mitsubishi 10-cu yerdədir. İnanmırsınız? Baxın göstərim sizə. 2025-ci ilin pikap satışları. Birinci yerdə Ford F-Series line-up, yəni F modellərinin qarışıq 840 min plus. Chevrolet Silverado 600 min. Üçüncü yerdə Toyota Hilux. Dördüncü yerdə Ram pikap line-up, Dodge Ramdan gedir. 5-də GMC Sierra. 6-da Toyota Tacoma. 7-də Isuzu D-Max. 8-də Ford Ranger. 9-da Ford Maverick, 10-cu yerdə həmən o kral dediyimiz Mitsubishi L200. Mitsubishi L200 təbii ki, yaxşı maşındır. Sadəcə o raboçi maşındır, yəni iş maşını. Öz qiymətinə görə dözümlü bir maşındır, amma bu onu pikapların şahı heç də eləmir. Mənim göstərdiyim Grand Avenue Pro modeli isə bu bir lifestyle üçündür. Grand Avenue Pro modelində olan təkcə amortizatorları Mitsubishi'yə qoysaq, onun qiyməti 10.000 manat artacaq. Bu elə təkcə amortizatorlardır, mən digər opsiyaları saymıram. Buna görə də bu qədər baha qiymətə Mitsubishi almağa dəyər, dəyməz.